A-dan Z-nin ortalığa çıxartdığı növbəti fakt. Bütün əziyyətlərimi çəkən. Məşhur gitara ustası Rəmiş hansı səbəbdən uzun müddətdir anasının məzarı üstünə getmir? Yuxudan oyanır, deyir ki, mamam yanımda gəlib yat. Rəmişin səhhətində yaranan hansı problem onu çox işlərin üstündən xətt çəkməyə məcbur etdi? Rəmiş müəllimin kövrəldiyini görməmişəm. Sənətkarın son durumu bizdə. Başıma bir iş gəlsə, O qohumlarından niyə imtina elədi? mən ölsəm, Göz yaşları, Allah səni qənimət eləsin. ürək titrədən anlar. Ölənə qədər balına baxacam ürəyini istəyən kimi. Studiyaya kimin gəlişi Rəmişin heyrətinə səbəb oldu? Əlxan babamız Rəmiş müəllimin qardaşıdır. Çəkiliş məkanında kimin halı pisləşdi? Bir dəqiqəlik çəkişi dayandıraq. Hansı səbəb onu bu vəziyyətə saldı? Aranızda təzyiq ölçə bilən var. Zaur Nəbioğlu'nun təqdimatında A-dan Z-yə vaxtına az qalır.